biri 3 kilobayt olan 5 ədəd səs faylı, 5 kilobayt olan 4 ədəd mətn faylının diskdə ümumi həcminin neçə kilobayt olduğunu müəyyən edin. Və klasterin tutumu 1 klaster bərabərdir 4 kilobayta. Onda səs faylının bir dənəsi, bir dənə səs faylının həcmi 3 kilobaytdır. Və həmin səs faylının diskdəki həcmi 4 kilobayt olacaq. Bir klaster ayrılır və diskdə həcmi 4 kilobayt olur. 5 dənə səs faylı varsa 5-ə vuracaq, onda olacaq 20 kilobayt. Deməli, səs fayllarının diskdə həcmi 20 kilobaytdır. İndi isə mətn faylına keçirəm. Bir dənə mətn faylının həcmi 5 kilobaytdır. Və bu faylın yazılması üçün 2 klaster ayrılır. Yəni, diskdə həcmi olacaq 8 kilobayt. Və 4 ədəd mətn faylı var. 4-ə vuracaq. Onda olacaq 32 kilobayt. Və bizə deyir ki, bunların diskdə ümumi həcmini 20 kilobaytla 32 kilobaytı toplayacaq. Bunların diskdə həcmi ümumi olacaq 52 kilobayt.